buyurun. Kim hangi diye 3 nefer yapmışız orada, sonra kenarda ilave edelim. Gəldiydə tələb adamdır. Evet, hepinizi selamlar. Yani ben özüm Qərbi Azərbaycanda doğulmuşam, özüm Gəncədə yaşayıram. Qərbi Azərbaycanın hansı canısı? Bedi rayonu Şirazlı kəndində. 5 kitab müəllifiyəm. İndi isə bir şeirdə mən burada çıxışım. Qadın gülərsə, qadın bir günəşdir, şəfək saçarsa, isti nəfəsi ilə əridər qarı. Kədəri qəlbində yara açarsa, şaxtalı qışılar, yayı baharı. Qadınlar gülərsə, bəşər də gülər, eşqin dənizində coşub çağlayar, qadın sevgisinə dünyanı bələr, dərin yaralara məlhəm bağlayar. Qadının qəlbini çarpaz dağlasan, acı göz yaşından tikanlar bitər, alını ülfət bağlasan, xoşbəxt olmağına təkcə bu yetər. Qadının dünyası möcüzə, sirdir. Dağların başında gəzər dumanı, qara saçlarını ağardar dərdi, səyində sızlar kamanı. Sevgi tumurcuğu açsa solunda, yanar eşq odunda qadın gizlicə, şam kimi yansa da ömrün yolunda nuruna boyanar qaranlıq gecə, nuruna boyanar qaranlıq gecə.